Salam, hər vaxtınız xeyir əziz dostlar. Bu videoda mən birinci güvən test bankından orta sürət, nisbi sürət və eninci saniyədə gedilən yol mövzularının C variantının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Birinci testdə deyilir. Durğun sudakı sürəti 10 metr bölünsün saniyə olan motorlu qayıq çayın axını istiqamətində bərabər sürətlə hərəkət edərək 480 metr məsafəni 40 saniyə gedir. Qayıq çayın axınının əksi istiqamətdə həmin məsafəni nə qədər vaxtda gedər? Əvvəlcə axın istiqamətində baxırıq, qayığın suya nəzərən sürətini bizə verib. Nə qədər verib? Əlbəttə, bizə verdiyi sürət 10 metr bölünsün saniyədir. Yaxşı, bu sürəti biz bilirik. Burada yazsaq, deməli, V qayıq çayın axının istiqamətində olursa, sahilə nəzərən sürəti olacaq. V qayıq plus V çay olacaq. Burada V-nin yerinə bilirik ki, istənilən halda S bölünsün T yaza bilərik. Yəni, axın istiqamətində getdiyi yolun nəyə nisbəti? Həmin yol getməsinə sərf olunan zamana nisbəti olacaq. S bölünsün T bərabərdir. V qayıq plus nə olacaq? V çay. İndi verilənləri yerinə qoyaq. Verilən nədir? Qayığın suya nəzərən sürəti, istiqamətində getdiyi yol və zaman. Bu üçü verilir. Bəs bizim tapacağımız nədir? Çayın sürəti olacaq. Çayın sürətini tapmaq istəsək, onu da yaza bilərik. 480 bölünsün 40 bərabərdir 10 plus V çay. Buradan V çay, çayın sahilə nəzərən sürəti olacaq. 480-i 40-a bölsəm 12, 10 da çıxsam 2 metr bölünsün saniyə. Əla, çayın sürətini tapdıq. Yəni, bizim məqsədimiz, ən birinci məqsədlərimizdən biri çayın sürətini tapmaq idi. İndi deyilənləri yerinə qoysaq, yəni nəzərə alsaq, bizə nəyi soruşur burada? Bizdən soruşur ki, çayın axının əksi istiqamətində həmin məsafəni nə qədər müddətə gedər? Çayın axının əksi istiqamətinə deyirsə, onda sahilə nəzərən sürət nə olacaq? V bərabərdir. V qayıq minus V çay olacaq. Yəni, qayıqdan çayın sürəti nə etmək lazımdır? Çıxmaqla. Axın istiqamətində olduqda toplayırıq. Axının əksi istiqamətində olduqda isə nədir? Çıxırıq. Əla. Bunları nəzərə alsaq, onda nə yaza bilərik burada? V-nin yenə S bölünsün T yaza bilərik. V qayıq minus V çay olacaq. Yerinə qoysaq, S-imiz 480-dir. Buna da bir TX deyək, bilmirəm nədir. Elə onu soruşur bizdən. V qayıq neçə idi? 10 idi. Minus V çayda neçə tapmışıq? 2. Ondan 2, yəni 8TX bərabərdir. Nəyə? 480-ə. Onda TX nə qədər olacaq? 68 saniyə. Yəni, bizim cavabımız nədir? 60 saniyə. Doğru cavab E variantı olacaq. Davam edək. Növbəti testimiz ikinci testdir. 600 metr yol gedən maşının orta sürəti 20 metr bölünsün saniyə olmuşdur. Yolun 3də 2 hissəsini 12 saniyə ərzində gedən bu maşın yolun qalan hissəsini nə qədər vaxtda gedər? Baxaq. Orta sürətimiz var. Orta sürətimiz nə qədərdir? Bizə 20 metr bölünsün saniyədir. Ümumi yol nə qədərdir? 600 metrdir. Bu yolun 3də 1 hissəsini 12 saniyə gedib. Qəşəng. Qalan hissəsində neçə saniyə gedir? Bunun bir neçə həll üsulu var. Amma o həll üsullarından biri də adi düsturda yerinə qoyub hesablama apara bilərik. Yəni, bildiyiniz düsturda hesablama apara bilərik. Baxın, orta sürətin düsturunu mən bilirəm. Ümumi yolun ümumi zamana nisbətidir. V orta bərabərdir. Ümumi yola mən S1 plus S2 deyəcəm. Ya da bunu elə ümumi 600 kimi qəbul edək. S kimi deyək. S ümumi zaten verir. İndi baxırıq, 3də 1-ni neçə saniyə gedib deyir? 3də 1 hissəsini deyir, 12 saniyə gedib. Aha, onda T1 plus nədir? T2 deyək buna. Yaxşı, orta sürətimiz neçədir? 20 bərabər. S ümumi neçədir? 600. Bölünsün T1-i biz bilirik. 12 plus T2. Aha. 600-ü 20-yə bölsək bizə qalacaq 30. 12 plus T2 bərabərdir 30-a. Onda T2 nə qədər olacaq? 18. Deməli, 18 saniyə olacaq. Deməli, nə qədər vaxtda gedir? 3də 2 hissəsini 18 saniyə gedəcək. Doğru cavab hansı variantı oldu? C variantı.
Növbəti testimiz neçənci testdir? Üçüncü testdir. Motorlu qayıq çayın axınının əksi istiqamətinə bərabər sürətlə hərəkət edərək 24 km məsafəni 3 saata gedir. Çayın axın sürəti 2000 km/saat. Qayıq həmin məsafəni çayın axın istiqamətində nə qədər vaxtda gedər? Oxşarını biz biraz öncə yazmışdıq. Baxırıq, çayın axınının əksi istiqamətində deyirsə, onda qayığın sahilə nəzərin sürətini biz yazsaq V bərabərdir. V qayıq minus V çay olacaq. V'nin də yerinə S bölünsün T yazsaq, V qayıq minus V çaydır. Yaxşı, burada biz bilirik 24 kilometrdir. Biz nəyi tapa bilərik? Burada qayığın sürətini tapa bilərik. Yerinə qoysaq, S bölünsün T'də S'in yerinə neçə qoyuruq? 24. 3 saata gedib bölünsün 3 bərabərdir. V qayıq minus, bəs çayın sahilə nəzərin sürəti də 2-dir. Onda V qayıq nə qədər olacaq? 24'ü 3'ə bölsəm 8, üstünə də 2 gəlsəm, bizə verəcək 10 metr bölünsün saniyə. Yaxşı, qayığın sürətini tapdıq. İndi bizdən nəyi soruşur? Axın istiqamətində. Axın istiqamətində deyirsə, nə idi? S bölünsün T bərabərdir. V qayıq plus nə idi? V çay idi. Yerinə qoyaq. S'imiz nə qədərdir? 24'dür. Bu dəyişməzdir. Bölünsün Tx bərabərdir. V qayıq nə qədərdir bizə? Tapdıq 10 plus. Bəs diqqətlə baxsaq, çayın sürəti də 2-dir. 12 T bərabərdir 24'də. T də bərabər neçə? 2 saat. Deməli, axın istiqamətdə 2 saata gedəcək həmin məsafə. Doğru cavab C variantı. Dördüncü testdə deyilir. İki cisim yerə nəzərən və sürətləri ilə hərəkət edir. İkinci cismin birinci cismə nəzərən sürəti hansı istiqamətdə yönəlir? Bunun yenə həll üsulları bir neçə dənədir. Bax, burada olan sürət vektorunu siz daşıyın bura. Yəni, daha yaxşı el olur. Ya da bunu belə də göstərə bilərik. Gətirib bunun ucunu bura sürüşdürə də bilərik. Amma yaxşı olardı ki, bunu bura daşsaq, baxın, sürüşdürdük, sürüşdürdük bura. Bura nə oldu? V1. Aha, onda bunu silə bilərik də. Buradakını silək. Yəni, həmin vektor olduğu kimi hara daşdıq? Sağa daşıdıq. Bizdən nəyi soruşur? Bizdən soruşur ki, nəyin nəyə nisbəti? Deyir ki, ikinci cismin birinciyə nəzərən nisbəti. İkinci cismin birinciyə nəzərən nisbət deyirsə, bizim sürət vektorumuz hara doğru yönəlməlidir? Sürət vektorumuz əlbəttə ki, ikinciyə tərəf yönəlməlidir. İkinci də haradır? Yuxarıdadır. Onda sürət vektorumuzun istiqamətini göstərsək, hara doğru yönələcək? Əlbəttə bu istiqamət. Yəni, V2-nin birə nəzərən sürəti sol yuxarı doğru olacaq. Doğru cavab əlbəttə hansı variantı oldu? E variantı olacaq. Növbəti testimiz 5-ci testdir. Deyir ki, iki cismin koordinatın zamanda hansılıq qrafikləri verilmişdir. İkinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyasını hesablayın. Əvvəlcə gəlin, hərəkət bərabər sürətli hərəkətdir. Sürətin proyeksiyalarını tapaq. Məsələn, V1x-i tapsaq, baxın, V1x-i yazsaq, V1x bərabərdir. Necə yaza bilərik? X minus x0'da x minus x0 bölünsün nədir? T'dir. Birinci üçün. Birinci hansı qrafikdir? Baxırıq, birincinin qrafiki budur deyəsən. Aha. Başlanğıc koordinatı 15, son koordinatı 30'dur. 30 minus 15 bölünsün zaman isə 5'dir. 5 bərabər. 30'dan 15 çıxsam 15. 5'e də bölsəm nə verəcək bizə? 3, yəni 15 bölünsün 5. O da bərabər sürətin proyeksiyası 3 metr bölünsün saniyə olacaq. Bəs ikinci üçün nə yaza bilərik? İkincinin qrafiki, baxın, budur. Bunun üçün yaza bilərik. Bunun da başlanğıcı 0'dır, sonu 30'dur. Onda bunun düsturunu biz buradan yazsa, onda V2x bərabərdir. Necə yaza bilərik? Yenə x minus x0 bölünsün T'dir. Yerinə qoysaq, burada V2x'imiz nə qədər olacaq? Sonu 30'dur. 30'dan mən 0'ı çıxa bilərəm. Bölərəm neçəyə? 5'ə. Bu da nə qədər eləyəcək? 6 metr bölünsün saniyə. Bir-birinə nəzərən sürətin proyeksiyasını tapanda biz bilirik ki, nə etmək lazımdır? Çıxmaq. İkinci cismin birinciyə nəzərən deyirsə, V2x
V1x bərabərdir. V2x minus nə? V1x olacaq. V2x 6 tapdıq. V1x'i 3 tapdıq. Çıxdıq neçələrdir? 3 metr bölünsün saniyə. Yəni bunların bir-birinə nəzərən nisbi sürəti 3 metr bölünsün saniyə olacaq. 5-ə doğru cavab hansı variantı oldu? C variantı olacaq. Növbəti testimiz 6-cı test. İki cismin koordinasının zamandan asılı qrafikləri verilmişdir. İkinci cismin birinciyə nəzərən sürətinin proyeksiyasını tapın. Baxaq. Burada yenə eyni qaydada sürətlərinin proyeksiyalarını tapmaq lazımdır. V1x'i tapsaq, V1x bərabərdir. Necə tapırdıq? X minus x0 bölünsün t'dir, bərabərdir. Baxırıq. V1 hansıdır? Budur. Diqqətlə baxsa. Sonu 0'dır, başlanğıcı 40'dır. Yəni 0 minus 40 bölünsün t'miz də 4'dür. Mənfi 10 metr bölünsün saniyə olacaq. Bəs V2x hansıdır? V2x də buradır. Burada yazsaq V2x bərabərdir. Yenə sonu 0'dır, başlanğıcı isə neçədir? Mənfi 20'dir. 0 minus mənfi 20 bölünsün t'miz də 4'dür. 0'dan mənfi 20 çıxsa mənə 20 bölünsün 4, o da bərabər 5 metr bölünsün saniyə olacaq. İndi mənə nə deyir? İkinci cismin birinciyə nəzərən, yəni V2x 1x bərabərdir. V2x minus V1x olacaq. Yerinə qoysa V2x 1x bərabər. V2'miz neçədir? 5 minus mənfi 10. 5'dən mənfi 10 çıxsa mənə 15 metr bölünsün saniyə olacaq. Deməli, ikincinin birinciyə nəzərən sürətinin proyeksiyası 15 metr bölünsün saniyə. Doğru cavab D variantı olacaq. Növbəti testimiz 7-ci testdir. Düz xəttlə hərəkət edən iki cismin sürətinin proyeksiyası zamandan asılı qrafikləri verilmişdir. İkinci saniyənin sonunda A cisminin B cisminə nəzərən sürətinin proyeksiyasını tapın. Qəşəng testi. Əziz dostlar, biz birinci başlayaq A cismindən. A cisminə baxsaq, bu cisim necə hərəkət edir? Əlbəttə ki, bərabər yavaşdan hərəkət edir. Bərabər yavaşdan hərəkət edirsə, ən birinci işimiz tərcinin proyeksiyasını tapmaqdır. Onda tərcinin proyeksiyasının düsturunu biz bilirik. Necə idi? AX bərabərdir. V0 Vx-lə gedək. Vx minus V0x bölünsün t'dir. Yerinə qoysa, onda AX bərabərdir. Sonu neçədir? 0. Başlanğıcı neçədir? 15'dir. Yəni sondan nəyə çıxır? Yəni sondan nəyə çıxırıq? Başlanğıcı çıxırıq. 0 minus 15 bölünsün t'miz də 5'dir. O da bərabər mənfi 3 metr bölünsün nə? Saniyə kvadrat. Bunu bildik. Onda bəs ikinci saniyənin sonunda sürətin proyeksiyasını tapmaq üçün nə etmək lazımdır? İkinci saniyənin sonunda sürətin proyeksiyasını tapmaq üçün V0 x minus daha doğrusu plus ax t düsturundan istifadə edəcək. Onda Vx bərabərdir. V0 nə qədərdir? 15'dir. 15 plus a'mız neçədir? Mənfi 3. T'miz də ikinci saniyənin sonunda dediyinə görə 2 olacaq. Baxaq, 15'dən neçə çıxmalıyıq? 6 çıxsa 9 metr bölünsün saniyə olacaq. Yəni, ikinci saniyənin sonunda bizim A cisminin sürəti nə qədər olacaq? 9 metr bölünsün saniyə olacaq. Gəlin, eyni şeyi B cismi üçün də deyək. B cismi diqqətlə baxsaq necə hərəkət edir? Bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkət edirsə, onda bunun ikinci, 5-ci, 10-cu istənilən saniyədə sürəti nə qədər olacaq? Yəni, sürətinin proyeksiyası nə qədər olacaq? VBX deyək. Buna da AX desək daha yaxşı olardı. Aha, VBX nə qədər olacaq? Elə mənfi 5 metr bölünsün saniyə olacaq. Bizdən nəyi soruşur? A cisminin B cisminə nəzərən sürətinin proyeksiyasını tapın. VA-nın B-yə nəzərən sürətinin proyeksiyası olacaq. VAX minus VBX olacaq. 9 minus BX də mənfi 5'dir. O da bərabərdir. Nə qədər eləyəcək? 14 metr bölünsün saniyə. Baxaq görək, var ilə variant. Əlbəttə var. Doğru cavab hansı variant oldu? B variantı olacaq. 7'yə B variantı. Növbət testimiz 8-ci testdir. Birinci cismin hərəkət tənliyi x1 bərabər 3 plus 4t kvadratı.
İkinci cismin hərəkət tənliyi isə x2 bərabərdir 4 plus 3t kvadratı şəklindədir. T bərabərdir 2 saniyə sonra birinci cismin ikinci cismə nəzərən sürətinin proyeksiyasını tapın. Yenə eyni qaydada, daha doğrusu sürətin modulunu tapın. Eyni qaydada biz nə etməliyik? Törəm almalıyıq. Bilirik ki, buradakı koordinatlardan zamana görə birinci tərtib törəm alsa, sürətin proyeksiyasını verəcək. Onda V1 deyək, birinci üçün. 3-ün törəməsi, diqqətlə baxsaq, 0, 4t kvadratın törəməsi 8t eləyəcək. 8t yazaq. T'nin də yerinə biz 2 qoysaq, 8 vurulsun 2 bərabərdir. Onda birincinin sürətinin modulu 16 metr bölünsün saniyə olacaq. Bəs ikinci üçün eyni şeyi aparsaq, 4 0 verəcək. 3t kvadratından törəm alsam mənə verəcək 6t. Onda V2 bərabərdir olacaq 6t. O da bərabər 6 vurulsun 2. 6-nı 2-yə vursam 12 metr bölünsün saniyədir. Diqqətlə baxsaq, hər iki cismin sürəti müsbət qiymət aldı. Bu nə deməkdir? Cisimlər bir-birinə eyni istiqamətdə hərəkət edir. Eyni istiqamətdə hərəkət edirsə, nisbi sürətin modulunu tapmaq üçün bunların sürətlərini bir-birinə nə etmək lazımdır? Çıxmaq lazımdır. Çıxar. Onda V neçənci? Birinci cismin ikinci cismə nəzərən deyil. V1, 2 deyək. Onda modulda V1 minus V2 olacaq. O da bərabərdir. Modulda 16 minus 12. 16-dan 12 çıxsam bizə 4 metr bölünsün saniyə verəcək. Baxaq görək hansı variantdadır? Y variantı. Doğru cavab Y variantı olacaq. 9-cu testdə deyilir. Sükunət vəziyyətindən 4 metr bölünsün saniyə kvadrat təcillə düzxəttli bərabər təcillə hərəkətə başlayan cisim 2 saniyə sonra bərabər sürətlə hərəkət edir. Cismin ilk 8 saniyə ərzində orta sürətini tapın. Əziz dostlar, bunun həll üsulları çoxdur. Gəlin bir dənə ədəd oxu göstərək, yəni x oxu göstərək. Bunun üzərində iş aparmaq daha asandır. Baxırıq, deyək ki, burası 0 nöqtəsi olsun. Əvvəlcə 2 saniyə müddətində bu cisim necə hərəkət elədi? 2 saniyə müddətində sükunət vəziyyətində, yəni başlanan sürət 0-a bərabərdir. Bərabər təcillə hərəkət elədi. Deyək ki, 2 saniyə müddətinə bərabər təcilli hərəkət eləyərək bu nöqtəyə gəldi. Baxaq, bu nöqtəyə gəldi. Bəs o nöqtəyə gəlmək üçün nə qədər yol getməlidir? O yol tapmaq üçün S bərabərdir AT kvadrat bölünsün 2 üstündən istifadə edəcək. A'mız nə qədərdir? A'mızı bilirik. Neçədir? 4. Vurulsun T'miz 2'dir kvadratı 4 eləyəcək bölünsün 2. Bizə neçə metr olacaq? 16 2'yə də bölsək 8 metr. Qəşəng. Bunu tapdıq. 2 saniyədə 8 metr. Amma diqqətli olmaq lazımdır ki, bu ikinci saniyənin sonunda sürəti nə qədərdir? İkinci saniyənin sonunda sürəti tapmaqdan ötürü başlanan sürət 0 olduğuna görə hansı düsturdan istifadə edəcək? Bunu buradan yazaq. V bərabərdir AT düsturundan istifadə edəcək. Onda V bərabərdir. A'mız neçədir? 4'dür. T'miz neçədir? 2'dir. Onda bu ikinci saniyənin sonunda sürətimiz neçə olacaq? 8 metr bölünsün saniyə olacaq. Artıq da bu məsafəni qət eləməkdən ötürü, baxın, bu məsafəni qət eləməkdən ötürü, bax, buranı qət eləməkdən ötürü nə qədər zaman müddətində qalan 6 saniyə müddətində deyil, sonra isə bərabər sürətlə hərəkət, cismin ilk 8 saniyədə. Baxın, qalan 6 saniyə müddətində bu cisim necə hərəkət edir? Bərabər sürətlə hərəkət edir. Və bərabər sürətlə hərəkət etdiyi zaman müddətdə onun sürəti 8 metr bölünsün saniyə olacaq. Onda bu hissədə yolu tapmaqdan ötürü S bərabərdir. V vurulsun T düsturundan istifadə edir. V'mizi tapmışıq 8. T'miz də 6'dır. Neçə metr elədi? 48 metr elədi. Qəşəng. Bunu da tapdıq. Onda bizdən nəyi soruşur? Orta sürəti. Orta sürətimiz nə idi? V orta bərabərdir. S ümumi bölünsün T ümumidir. Qəşəng. Onda V orta bərabərdir. S ümumi nə qədərdir? Baxırıq. 48 burada, 8 də burada. Yəni 2 saniyədə 8 metr yol gedir. 6 saniyədə 48 metr yol gedir. 8-in üstünə 48 gəlsəm, mənə nə qədər verəcək? 64. Üzr istəyirəm. 56 bölünsün. Nə qədər müddətə gedib? 2 burada, 6 da burada. 8 saniyə müddətində. 56-nı 8-ə bölsəm, mənə qalacaq 7.
metr bölünsün saniyə. Yəni bu cismin 8 saniyə müddətində orta sürəti 7 metr bölünsün saniyə olacaq. Doğru cavab hansı variant oldu? E variantı. Növbət testimiz 10-cu testdir. Sükunət halından bərabər təcilli hərəkətə başlayan cisim bütün yola sərf etdiyi zamanın axırıncı 1/4-də 70 metr yol gedir. Bütün hərəkət müddətindən cismin getdiyi yolu tapın. Baxın, əziz dostlar. Axırıncı 1/4-də 70 metr yol gedirsə, təsəvvür eləyək ki, bu zaman elə 4 saniyədir. Əla. Aha, axırıncı 1/4-də, yəni 4-cü saniyədə bunun getdiyi yol 70 metrdir. Buradan təcil tapaq. N'inci saniyədə gedilən yolun düsturunu bilirik. Sn bərabərdir. Sükunət vəziyyətinə dediyinə görə başlanğıc sürət 0-dır. A vurulsun 2n-1 bölünsün 2-dir. Yerinə qoyaq. Deməli, 70 bərabərdir. A vurulsun. Neçə olacaq? 2 vurulsun 4-cü saniyədə dediyinə görə 4 - 1 bölünsün 2. Buradan A-nı tapsaq, A bərabərdir. 2-ni 4-ə vur, 8, 1 çıxsam 7. 140-ı da 7-yə bölsəm 20 metr bölünsün saniyə kvadratı olacaq. Yaxşı, biz təcili tapdıq. Əsas məqsədlərdən biri təcili tapmaq idi. Bəs nəyi tapmalıyıq indi? Biz tapmalıyıq bütün hərəkət müddətini. Bütün hərəkət müddəti zaten bilirik. Neçə saniyədir? Bütün hərəkət müddəti 4 saniyədir. 4 saniyədə getdiyi yolu tapmalıyıq. S bərabərdir. Sükunət vəziyyətinə dediyinə görə hansı düsturdan istifadə edə bilərik? AT kvadrat bölünsün 2. Yerinə qoyaq. A-mızı neçə tapdıq? 20. T'miz neçədir? 4 kvadrat 16 bölünsün 2. Bu 2'lər getdi. Bizə neçə metr olacaq? 160 metr. Doğru cavab hansı variant oldu? Bir dəqiqə bunu silək. Deməli metr yazırıq. Doğru cavab əlbəttə A variantı olacaq. Ona A variantı. Növbət testimiz 11-ci testdir. Avtomobil 300 kilometrlik yolun 1/3-ni 1/2 saata, yolun qalan hissəsinin yarısını 1/6 saata gedir. Bütün yolda orta sürət 50 olarsa, olması üçün yolun 3-cü hissəsinin avtomobil nə qədər müddətə gedər? Yaxşı əziz dostlar, maraqlı bir testdir. Diqqətlə baxırıq, yolun 1/3-ni neçə eləyir? 1/3 100 eləyir. Nə qədər müddətə gedir? 1/2 saat. Yaxşı olardı ki, sadədən gedək. V orta bərabərdir. Düsturumuz necə idi? S1 plus S2 plus S3 bölünsün T1 plus T2 plus nədir? T3'dür. Zaten ümumini bilirik. Ümumi 300'dür. Orta sürəti də bilirik. Onda mən nə yaza bilərəm? 50 bərabərdir. S1, S2, S3 cəmi zaten nə qədərdir? 300'dür. Yazıram. Nə qədər müddətə gedib? 1/2 saata. Bax, 1/2 plus. O birisi nə qədərdir? 1/6 plus T3. Bilmirəm bu T3 nə qədərdir. Yəni, burada ixtisarları aparaq. 300'ü 50'yə bölsəm, bizə neçə qalacaq? 6 qalacaq. Deməli, 1/2'nin də üstünə 1/6 gəlsəm, 2/8 plus T3 bərabərdir 6'ya. T3 nə qədər olacaq? 3/2 saniyə saat olacaq. Deməli, 3/2 saat. Doğru cavab hansı variant oldu? D variantı. Növbət testimizdir. Metronun eskalatoru üzərində tərpənməz dayanmış sərnişin 1 dəqiqə qaldırır. Tərpənməyən eskalatora sərnişin 3 dəqiqə qalxır. Hərəkət edən eskalatorda yuxarı qalxan sərnişinin həmin məsafəyə nə qədər müddətə qalxar. Əziz dostlar, bunun sadəcə və sadəcə bir düsturla həll üsulu var. Amma yaxşı olardı ki, bunun o düstura necə gəldiyimizi biz burada yazaq. Tutaq ki, bir dənə eskalator verilib. Baxın, bu bizim eskalatorumuzdur. Aha, deyir ki, sərnişin nə deyir? Tərpənməz dayanmış sərnişinin 1 dəqiqə. Bax, tərpənməz dayanmış sərnişin. Yəni, sərnişinin sürəti hal-hazırda nədir? 0. Və sərnişin bərabərdir 0 yazırıq. Elədir. Eskalator ancaq öz sürəti ilə hərəkət edir. Onda sərnişinin yerə nəzərən sürəti nə qədər olacaq? V1 deyək. Bərabərdir. Eskalatorun uzunluğuna və sərnişin yerə nəzərən sürəti elə eskalatorun sürətinə bərabərdir.
Elə deyilmi? Aha, V1-in yerinə də mən S bölünsün T1 yazaq. S bölünsün. Bax, V1-in yerinə nə yazdı? S bölünsün. S-i eyni olacaq, çünki eyni eskalatordur. T1 yazırıq. T1 bərabərdir nəyə? V eskalatora. Burada dursun. Yəni, bundan işimiz yoxdur hələlik. Bu, burada dursun. İndi nə deyir? Diqqətlə baxsa. Deyir ki, tərpənməyən eskalatorla sənin 3 dəqiqəyə qalxır. İndi eskalator tərpənmir. Bax, eyni məntiqi bura gətirir. Baxın, eskalator indi tərpənmir. Fikir verin, bu yenə bizim eskalatorumuzdur. Bu da sərnişinimizdir. Sərnişin, indi tərpənməz eskalatora nəzərən 3 metr. Bax, V sərnişin artıq var, sıfırdan fərqlidir. Amma eskalatorun sürəti nəyə bərabərdir? Sıfıra bərabər. Onda buna da V2 deyək. V2 bərabərdir. Nə olacaq? Elə V sərnişinə bərabər olacaq. Onda mən nə yazacağım? Buradan yazsaq ki, nədir? V2-in yerinə S bölünsün T2 yazaram. Bərabərdir nəyə? V nəyə? Sərnişinə. Yaxşı. İndi hər ikisi hərəkət edir. Deməli, həm sərnişin, həm də nədir? Eskalator hərəkət edir. Bax, sərnişinin hərəkət istiqaməti yuxarıdır. V sərnişin yuxarı. V eskalator da yuxarıdır. Hər ikisi hərəkət edir. Onda sərnişin yerə nəzərin sürəti olacaq. Nə olacaq? Bunun da yerinə belə bir şey yazaq. V deyək bunda. V sərnişin plus nədir? V eskalator. Hə, işimiz yekunlaşdı. V-nin yerinə biz bilirik, istənilən halda S bölünsün T yaza bilərik. S bölünsün T yazsaq, nə yaza bilərik? S bölünsün T bərabərdir. Baxırıq, V eskalatorun yerinə, baxın, V sərnişin yerinə S bölünsün T2 yaza bilərik. S bölünsün T2 plus bəs V eskalatorun yerinə nə yaza bilərik? S bölünsün T1 yaza bilərik. S bölünsün T1. Burada hər birindən S-ləri ixtisar eləsək, bizə yekunda nə verəcək? 1 bölünsün T bərabərdir. 1 bölünsün T1 plus 1 bölünsün nə? T2. Buradan da T-ni tapsaq nə verəcək? T1 vurulsun T2 bölünsün. T1 plus T2. Yerinə qoyub hesablama aparsa. Yəni bizim aldığımız düstur, bax bu düsturdur. Yəni mən düsturun çıxarılışını yazdım. Birbaşa düsturla da getmək olar. Baxaq, biri 1 dəqiqədir, digəri 3 dəqiqə. 1 vurulsun 3, 1 plus 3 bərabərdir. 4-də 3 dəqiqə. 4-də 3 dəqiqədə bizə 45 saniyə verəcək. Deməli, neçə saniyə qalxıb? 45 saniyə. Doğru cavab hansı variantı olacaq? A variantı. Davam eləyək. Növbəti testimiz 13-cü testdir. 13-cü testdə baxaq görək nə deyir. Deyir ki, cisim ümumi zamanın birinci 3də birini, baxın, ümumi zamanın birinci 3də birini neçə sürəti ilə? 20. İkinci 3də birini neçə? 40. Üçüncü 3də birini isə -30 ilə gedir. Bizdən diqqətlə baxırıqsa, baxın, zamanlar eynidir. Yəni, T1 bərabərdir 3də 1 T, T2 bərabərdir yenə 3də 1 T, T3 bərabərdir yenə 3də 1 T. Zamanlar bərabərdirsə, onda orta sürəti tapanda necə tapırıq? Bizə nəyə yerdəşməcə orta sürəti soruşur. Zamanlar eynidirsə, bilirik ki, orta sürəti tapanda sürətləri toplayıb nəyə? Sayına bölmək lazım. Onda V1x plus V2x plus V3x bölünsün nə olacaq? Sayda 3 dənə olduğuna görə 3-ə. Yaxşı, V1x-imiz neçədir? 20. 20 plus V2x-imiz neçədir? 40 plus. Bəs V3x-imiz neçədir? -30-dur. Deyəcəksiniz, müəllim, niyə ora mənfi yazdıq? Çünki bizə yola görə orta sürət desəydi, elə müsbəti ilə gedərdi. Amma yerdəyişmə görə orta sürət dediyinə görə elə mənfi yaza bilərik. Bölünsün nə? 3. Baxaq, 40-ın üstünə 20 gəlsək 60, 30 da çıxsa bizə 30 verəcək. 3-ə də bölsək 10 metr bölünsün saniyə olacaq. Doğru cavab hansı variantı oldu? Əlbəttə A variantı olacaq. Növbəti testimiz 14-cü testdir. Düzxəttli bərabər yavaşlayan hərəkət edən cismin sürətini 30 metr yolda 4 dəfə azaldıb. Tam dayanana qədər cismin getdiyi yolu, ümumi yolu tapın. Əziz dostlar, biz bilirik ki, tam dayananda bizim son sürətimiz 0-a bərabərdir.
Onda S-in düsturuna əsasən S bərabərdir. V kvadratı minus V0-ın kvadratı bölünsün 2A-dır. Yavaşdan hərəkət elədiyinə görə V minus V0 deyək. Burada bunu da silək. V minus V0 düsturuna görə V0-ın kvadratı minus V kvadrat bölünsün 2A olacaq. Baxın, belə yaza bilərik. Bunu da demamı silək. Baxın, V kvadratı bölünsün 2A yaza bilərik. Buradan da son sürət 0 eləsək, bizim S-imiz necə olacaq? V0-ın kvadrat bölünsün 2A. Yəni, bizdən məqsəd bunu tapmaqdır. Yəni, bizdə məqsəd nədir? Bu ifadəni tapmaq. Həmin düsturdan istifadə eləyərək tapacağıq. Baxın, 30 metr yolda neçə dəfə azaldı? 4 dəfə. V0, başlanğıc sürətimiz V0 idi. Onda V bərabərdir. V0 bölünsün nə olacaq? 4 olacaq. S-in də düsturunu biz bir S bərabərdir. V kvadratı minus V0-ın kvadratı. Yavaşdan hərəkət elədiyinə görə V0-ın kvadratı minus V kvadratı bölünsün 2A desək. Buradan da S-imiz var 30 bərabərdir. V0-ımız neçədir? Elə V0 kvadrat kimi yazaq. Minus V-miz neçədir? V bölünsün 4-dür. 16 məxrəcə düşəcək. Yuxarıda da V0-ın kvadrat bölünsün 2A. Yəni, buradan çıxsaq, V0 kvadratla 16, V0 kvadrat bölünsün 16 çıxsa, bizə 16-da 15 vurulsun. V0-ın kvadrat bölünsün neçə qalacaq? 2A qalacaq. Bərabərdir 30-a. Burada nələr ixtisar eləyə bilərik? 15 ilə 30 ixtisar eləyə bilərik. Onda yekununda V0-ın kvadratı bölünsün 2A bərabərdir. Nə verəcək bizə? 32 verəcək. Bizdən də elə məqsəd bunu tapmaq idi. Nə qədər gedəcək? 32 metr gedəcək. Doğru cavab hansı variantı oldu? E variantı olacaq. 14-də Bəli, 14-də hansı variant oldu? E variantı olacaq. Davam eləyək. 15-ci testdə deyilir. Birinci cismin sürəti 10 metr bölünsün saniyə. İkinci cismin sürəti isə 6 metr bölünsün saniyə olarsa, birinci cismin ikinci cismə nəzərən sürətinin modulunu tapın. Aha, baxaq. Yenə eyni qaydada, əziz dostlar, burada nə etmək lazımdır? Vektoru sürüşdürmək lazım. Yəni, başlanğıclarını üst-üstə gətirmək lazımdır. Baxırıq. Bizim ikinci vektorumuz belədir. Bu formadadır. Birincini də gətirib sürüşdürüb, bura başlanğıclarını üst-üstə gətirsək, deməli, bu V2, bu V1-dir. Burada bucağımız var. Bucağımız neçə dərəcədir? 60 dərəcədir. Bura 60-dırsa, onda bu bucaq neçə dərəcə olacaq? 120 dərəcə olacaq. Onda bizdən nəyə nəzərən soruşur? Birinci cismin ikinciyə nəzərən. Birinci cismin ikinciyə nəzərən deyirsən, nisbi sürətin nəyi? Vektoru hara doğru yönələcək? Birinciyə nəzərən. Yəni V1, 2 belə yönələcək. Bəs o V1, 2-ni tapmaq üçün hansı teoremdən istifadə etmək lazımdır? Əlbəttə ki, kosinuslar teoremindən. Kosinuslar teoremi necə idi? V1, 2 bərabər kök altda V1-in kvadratı plus V2-nin kvadratı minus 2 V1, V2 kosinus alfa. Düsturdan istifadə eləyəcəyik. Yaxşı, bu düsturu bildik. Yerinə qoyub hesablama aparsaq V2, 1, 1, 2 bərabər. V1-imiz neçədir? 10-dır, kvadratı 100. Plus V2-miz 6-dır, kvadrat 36. Minus 2 vurulsun, 6 vurulsun, 10 vurulsun. Kosinus 120-də bilirik ki, neçə alır? Mənfi 2-də 1 alır. Mənfi neçə? 2-də 1. Aha. Kökü də bağlasaq. Kök altda. Onun üstünə 36 gəlsəm, 136. Bu 2 ilə bu 2 ixtisar gedəcək. Qarşısına mənfi. 136 plus 60. Kökdə 196. Deməli, kökdə nə oldu? 196. Kökdə 196-dan nə çıxır? 14. Nə olacaq? 14 metr bölünsün saniyə. Doğru cavab hansı variantı oldu? B variantı olacaq. Növbət testimiz 16-cı test olacaq. 16-cı testdə deyilir. İki cismin sürətin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Müşahidə başlanan anda cisimlər arasındakı məsafə S0-dır. Hansı qrafik bu cisimlər arasındakı məsafənin zamandan asıllığını düzgün ifadə edir? Burada diqqət edək. Başlanğıc halda cisimlər arasındakı məsafə verilib.
Və ikinci diqqət elədiyimiz məqam birinci cismin necə hərəkət elədiyi və ikinci cismin necə hərəkət elədiyi. Birinci cisim x ox istiqamətinə bərabər sürətli, ikinci cisim isə x oxun əksi istiqamətinə bərabər sürətli. Deməli, bu cisimlər bir-birinə əks istiqamətdə hərəkət edir və bu səbəbdən cisimlər arasındakı məsafə zaman keçdikcə neynəyəcək? Artacaq. Bəs hər iki cisim bərabər sürətlə hərəkət edirsə, bu zaman keçdikcə məsafə necə artacaq? Bərabər sürətlə hərəkətdə bilirik ki, yolun zamandan asılılığı xəttidir, yəni düz mütənasib asılıdır. Onda qrafiki biz qurmağa çalışsaq, S-in T-dən asılılıq qrafiki olacaq. Deməli, başlanğıc S0-ımız var. S0-dan başlayaraq belə bir xətti asılılıq. Doğru cavab hansı variantı olur onda? D variantı olacaq. Növbət testimiz 17-ci testdir. Deyir ki, düz xəttlə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Cisim 1-ci saniyədə 2 metr yol gedərsə, 3-cü saniyədə nə qədər yol gedər? Əziz dostlar, bunu gəlin 1, 3, 5, 7, 9, 11 bu tipli nisbətlə gedək. Biz bilirik ki, N-ci saniyədə cisimlərin getdiyi yollar tək ədədlərin nisbəti kimidir. 1-ci saniyədə özü verib 2 metr yol gedir. Yəni, belə nisbət 1, 3, 5, neçə? 7, 9 və s. Bu formada nə edir? Artır. 1-ci saniyədə 2 metr yol gedibsə, onda 2-ci saniyədə bunun 3 misli dəfə, yəni 6 metr. 3-cü saniyədə bunun neçə? 5 misli dəfə, yəni 10 metr. Bizə də 3-cü saniyədə gedilən yol lazım olduğuna görə doğru cavab hansı variantı olacaq? E variantı. 18-ci testdə deyilir. Maşın 250 metr yolun ilk 5'də 2 hissəsini 20 metr bölünsün saniyə sürətlə. 5'də 2 hissəsi 100 metr eləyəcək. Yəni S1-imiz 100-dür. Deyir ki, qalan hissəsini isə, yəni 150 metr isə 10 metr bölünsün saniyə sürətlə hərəkət edir. Bütün yolda maşının orta sürətini metr bölünsün saniyə ilə hesablayın. Əziz dostlar, biz bilirik ki, orta sürətin sürət və gedilən yola görə olan düsturu necə olur? S1 plus S2 bölünsün. S1 bölünsün V1 plus S2 bölünsün V2'dir. Bərabərdir. S1 plus S2 cəmi 250'dir. S1'imiz nə qədərdir? 100 bölünsün. Sürətimiz 20'dir. 20'yə bərabərdir. S2'miz nə qədərdir? 150'dir. Bəs sürətimiz nə qədərdir? 10'dur. 250 bölünsün. 100'ü 20'yə bölsəm 5 plus 150'ni 10'a bölsəm 15 eləyəcək. Yəni məxrəcdə 20'dir, sürətdə 250'dir. 250'ni 20'yə bölsəm 12,5 metr bölünsün saniyə olacaq. Növbəti testimiz, yəni burada cavabı 12,5'dir. Növbəti testimiz 19-cu testdir. Başlanğıc anda sürəti 20 metr bölünsün saniyə olan maşın 4 metr bölünsün saniyə kvadratı təcillə bərabər yavaşlayan hərəkət edir. Maşının 4-cü saniyədə getdiyi yolu tapın. Əziz dostlar, başlanğıc sürət sıfırdan fərqlidirsə, N-ci saniyədə gedilən yolun düsturu V0 plus minus A vurulsun 2N minus 1 bölünsün 2'dir. Burada əgər yavaşlandırsa mənfi ilə gedəcək, genişləndirsə müsbətlə. İndi bizdə yavaşlayan hərəkət edir dediyinə görə biz bunu nə ilə getməliyik? Mənfi ilə. Onda S4 V0'mız nə qədərdir? 20 minus A'mız 4'dür. 4 vurulsun 2 vurulsun 4 minus 1 bölünsün 2 olur. Bu 2 ilə 4'ü ixtisar eləsək 20 minus 2'ni 4'ə vursam 8, 1 çıxsam 7, 2'yə də vursam 14. Deməli 14, 4-cü saniyədə 6 metr yol getmiş olacaq. Bizdən də elə bunu soruşur. Doğru cavab nə olacaq? 6 metr. 20-ci testdə deyilir. Düz xəttlə hərəkət edən iki cismin koordinatının zamanda asılılıq qrafikləri verilmişdir. İkinci saniyənin sonunda A cisminin B cismə nəzərən sürətinin modulunu hesablayın. Yaxşı əziz dostlar, gəlin biz əvvəlcə sürətlərinin modullarını tapaq. Diqqətlə baxsaq, hər iki cisim x ox istiqamətində hərəkət edir. Koordinat zaman qrafikidir. Onda birinci cismin sürətin modulunu tapsam, necə taparam? Getdiyi yol nə qədərdir? 10 metrdir. 10 VA deyək buna. 10 bölünsün zaman 2'dir. 12'yə bölsəm 5 metr bölünsün saniyədir. Bəs ikinci cismin getdiyi yolu tapsaq, fikir verin. 20'dən gəlir nəyə? 0'a.
Onda VB deyək buna da. Neçə olacaq? 20 bölünsün. Neçə? 2. Bizə 10 metr bölünsün saniyə deyək. Burada da hər iki cisim eyni istiqamətdə hərəkət elədiyinə görə nisbi sürətin modulunu tapmaqdan ötürü A-nın B-nin, yəni ya VA, B deyək, modulda VA-dan çıxmalıyıq nəyi? VB-ni çıxaq. Bunda VA-nın B-yə bərabər modulda VA nə qədərdir? 5 minus VB 10-dur. Çıxdıq bizə nə qədər verdi? 5 metr bölünsün saniyə verəcək. Deməli, A-nın B-yə nəzərin sürətin modulu 5 metr bölünsün saniyə olacaq. Doğru cavab nədir? Elə 5-dir. 21. İki cismin sürətinin modulunun zamandan asılı qrafikləri verilmişdir. Görüşdükdən 2 saniyə sonra ikinci cismin birinci cismə nəzərən sürətinin modulunu metr bölünsün saniyə ilə hesablayın. Buradan bir şeyi nəzərə almaq lazımdır ki, bu birinci cismin sürətini tapmaq. Birinci cismin sürətini tapmaqdan əvvəl görəsən təcili nə qədərdir? A1 bərabərdir. Necə yaza bilərik? V minus V0 belə yazır. V0 bölünsün nə? T. V'miz neçədir? 6 minus 0 bölünsün. T'miz nə neçədir? 4'dür. Bizə verəcək 1/5 metr bölünsün saniyənin nəyi? Kvadratı. Bunu tapdıq. Bəs görüşdən 2 saniyə sonra sürətimiz nə qədər olacaq? Onda V bərabərdir. Zaten başlanğıc sürət 0'dır. Yazmırıq bunu da. A, T deyək. Görüşdükdən 2 saniyə. Zaman 2 götürsək yetər. 1/5 vurulsun 2. Bizə neçə verəcək? 3 metr bölünsün saniyə verəcək. Onda bunu tapdıq. Yaxşı. 3 metr bölünsün nə tapdıq? Saniyə. Bizə deyir ki, görüşdükdən 2 saniyə sonra ikinci cismin birinci cismə nəzərən sürətin modulunu tap. V2, 1. Birinci cismin sürətini zaten bilirik. Daha doğrusu ikinci cismin sürətini zaten bilirik. 6'dır. Onda modulda V2 minus V1 olacaq. V2 1 bərabər modulda. V2 neçədir? 6 minus V1 neçədir? 3'dür. Tapdıq. 6'dan 3 çıxsa mənə nə qədər verəcək? 3 metr bölünsün saniyə. Demək, ikincinin birinciyə nəzərən sürətin modulu elə 3 metr bölünsün saniyə olacaq. Doğru cavab hansı oldu? 3. Nə oldu? 3. Cisim ümumi hərəkət zamanı birinci 5/1 hissəsində, yəni zamanın birinci 5/1 hissəsində 20 metr bölünsün saniyə. İkinci 5/3 hissəsində 10 metr bölünsün saniyə. Qalan vaxtda isə 30 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. Bütün hərəkət müddətindən cismin orta sürətini hesablayın. Orta sürətimizin düsturunu biz bilirik. Yəni zamanlara fikir verək. Deməli, T1 bərabərdir. 5/1 T müddətində neçə ilə gedib? V1 bərabərdir. Neçə dedi? 20 metr bölünsün saniyə. Əla. İkinci, T2 bərabərdir. Hansı hissəsində? 5/3 hissəsində. Nə ilə gedib? V2 bərabərdir. 10 metr bölünsün saniyə ilə gedib. Bunu da bildik. Bəs T3, əgər 5/1, 5/3 varsa, deməli T3 5/1 T olacaq. Neçə ilə gedibdik? V3 bərabərdir. 30 metr bölünsün. 30 metr bölünsün saniyə sürətlə gedib. Bizim də orta sürətin düsturunu bilirik. Orta sürətin düsturu necə idi? V orta bərabərdir. V1 T1 plus V2 T2 plus V3 T3 bölünsün nədir? T1 plus T2 plus nə? T3'dür. V ortan deyə bilərik. Məxrəcə biz T yaza bilərik. V1 T1. Yəni 5/1 T'ni 20'yə vurdum. Mənə neçə verdi? 4'dir. 4'dir. Plus 5'də nəyi? 3'ü vurdum neçə? 10'a. Mənə neçə verdi? 6T. Plus. Sonra neçəni? 5/1'i neçəyə vurdum? 30'a vurdum. 5/1 T'ni 30'a vursam, burada da yenə 6T verəcək. Bizə neçə verdi? 6T, 6T, 12T, 4'də gəlsəm 16T bölünsün T. Bu T'lər ixtisar getdi bizə 16 metr bölünsün saniyə olacaq. Cavab nədir? 16 metr bölünsün saniyə. Cisim bərabər təcili hərəkət edərək 120 metr yol gedir. Sərf olunan zamanın ikinci yarısında gedilən yolu metr bölünsün saniyə ilə hesablayın.
Əziz dostlar, biz bilirik ki, bərabər tərcihlə hərəkət edən qismin başlanan sürət 0-a bərabərdirsə, o yeyinləşən hərəkət edəcək. Və zamanın birinci yarısında getdiyi yol, bax bu birinci yarısında olsun, S1 olacaq. Deməli, 4-də 1 S qədər, yəni ümumi yolun 4-də 2-sini. İkinci yarısında isə getdiyi yol S2 bərabərdir. 4-də 3 S qədər olacaq. İndi bizdən ikinci yarısında soruşur. 4-də 3 vurulsun. S-imiz 120 metrdir. 120-yə. O da buradan bunlar getdi. İxtisar bizə neçə qaldı? 90 metr qaldı. Doğru cavabı nədir? Elə 90 metr olacaq. Növbəti testimiz, əslində deyəsən növbəti testimiz artıq yoxdur. Deməli, əziz dostlar, daha bir test izahı videosunun sonuna çatdıq. Videonu izləməyi və bəyənməyi unutmayın. Çünki sizin dəstəyiniz bizim üçün çox vacibdir. Bu video izahlıq bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, özünüzdən müğayət olun. Thank you.